1970-ci illərdən Krishna cəmiyyəti sürətlə genişləndi. Deyir, onlar nə edirdilər Amerikada? Onlar bu qanundan yararlanırlar. İzdihamlı yerlərdə insanlara yaxınlaşır, əvvəlcə bir kitab yaxud gül hədiyyə verir, ardınca iyanə istəyirdilər. Hava limanında, böyük mağazalarda yaxınlaşırdılar insanlara. Əvvəlcə bir dənə kitab verirdilər və yaxud gül. Bax, lütf elədi də birinci. Onu verəndən sonra adam da alırdı. Xəbəri yoxdur axı ardınca nə gələcək. Sonra dedi ki, biz Krishna cəmiyyətinin üzvləri, onlar bizə $5, $10 iyanə eləyəsiniz. Artıq gülü alıb da, borcludur. Qalıb çıxılmaz vəziyyətdə. O gülün nə qədər qiyməti var? 50 sent məsələn. Amma $5 alırdı ondan. Bu adamlar da verirdilər. Deyir, bu yolla milyarder oldular. Böyük məkanlarda bunu eləyirdilər, izdihamlı məkanlarda. Əvvəl bir dənə lütf elə, o qalacaq borclu sənə. Çabalayır. İndi diqqət edin, burada dəhşətli söhbətlər var. Ticarətdə qarşılıq qanunu, biznesdə qarşılıq qanunu necə işləyir? Biraz bundan narahat olma, dad. Bakıda bir şirniyyat mağazası var. Biz burada o şirniyyatdan alırıq. Nömrə 1-dilər də Bakıda. Deməli, içəri girirsən, içəri girən, yaxınlaşırsan ki elə, baxmağa dərhal. Müəllim, buyurun, baxın. Aşı, heç soda olmaz ya, bax da. Yiyəndən sonra 60-70% sən alacaqsan. Çünki borclu qaldın artıq. Yemişsən axı, borclusan. Nətə çıxacaqsan? Kostyum mağazasına girirsən, başıma gəlib, kostyum almaq istəmirəm. Mən belə baxıram, saçızı götürüb, müəllim, geyim bir dənə bax əynində. İndi ona gələcək, o başqa hələ şeydir. O başqa məsələdir. Orada başqa qanunda işləyir. Geyinirsən, baxırsan, baxandan sonra, yox, apar, nə bilim, narahat olma. Qarşılıq qanunu. Müştəriyə satılan məhsuldan biri pulsuz təqdim edilir ki, yoxlasın. Bu zaman müştəri sanki özünü borclu bilir və bir çox hallarda məhsulu alır. Hamımızın başına gəlib. Amerikalı jurnalist Vance Packard, The Hidden Persuaders, Gizli İnandırıcılar kitabında bir Hindli supermarketin bu yolla rekord həddə pendir satmasını yazır.